Salam, axşamınız xeyir olsun. Bu günlər mən qoğal bişirdim. Deməli, qoğal üçün yarım stəkan süd, 2 yumurtanın sarısı, hardasa bir 150 qram smetan, xama, yəni 15%lik un və bir stəkan da su, 1 xörək qaşığı sirkə, 1 çay qaşığı pesok, 1 çay qaşığı duz, şor qoğal hazırladığıma görə duz əlavə edirəm. Bir də ki, 1 çay qaşığı 10 qramlıq paket mayadan istifadə edirəm. O daha yaxşı, xoşuma gəlir. Ona görə onun keyfiyyəti elə biləm daha yaxşıdır. Ondan istifadə edirəm. Sonra isə bir hardasa 150 qram yağ, 82%lik və bir hardasa 7-8 stəkan da 200 qramlıq stəkandan un əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri yoğurduqdan sonra isə bir 40 dəqiqə, yarım saat dincəlməyə qoyuruq. Dincəlməyə qoyduqdan sonra isə kündələrə bölüb 11 kündə alındı. Kündələrə bölüb hardasa yenə 15 dəqiqə dincəlir, üzərini örtürük və sonra isə kənarda yağı əridirik. Yağı əridikdən sonra əgər imkan varsa istəyirsinizsə süzün. Süzəndə çünki onun üzərində köpüklər falan qalmır deyə o daha yaxşıdır. Yayırıq və aralarını yağlayırıq. Bildiyimiz qaydada kəsib qoğalı bişiririk.